Miqyas nədir Tunar? Miqyas yer üzərindəki obyektlərin neçə dəfə kisildiyini göstərən rəqəmlərdir. Yəni neçə dəfə Kəsir. kisildiyini ifadə edir. İfadədən kəsilir. Miqyasın məxrəcindəki rəqəm böyüdükcə miqyas kiçilir yoxsa böyüyür? Kisilir. Xəritə nədir? Xəritə yer kürəsinin müstəvi üzərində kisildirilmiş şərt işarəli təsviri. Aha, Amerikanı kim kəşf etdi? Amerikanı birinci Xristofor Kolumb, amma elə bilirdi o Hindistandır. Sonradan ora Yaxşı, Amerika yaxşı, obyekti bəs edir. bir Yaxşı, Amerika. yaxşı, yaxşı. Hərəkət xəttlərini, izoxəttləri necə fərqləndirərsən? İzoxəttlər təkcə horizontallarda olan hündürlük də verilə bilər, amma hərəkət xəttləri fonun üsulunda küləyin istiqaməti, küləyin balı da hesablanır. Bəli, istiqamət və ya avtomobil yolu və s. boru kəmər bunlar hamısı verilə bilər. Sonra plan, xəritə, qlobus. Hansında dərəcə toru yoxdur? Dərəcə toru planda. Planda yox. Bəs planda üfüqün cəhətini necə təyin edirik biz? İstiqamətimizi yəni. Planda. Buyur Bəlcan. Mənim kənardakı oxlara görə. Kənarda vermiş oxlar yox, şimal-cənub oxuna görə müəyyənləşdiririk. Sonra Tunar, nisbi hündürlük nədir? Nisbi hündürlük iki nöqtə arasında qalan məsafə Mütləq fərqi. hündürlük. Dəniz səviyyəsindən verilən nöqtəyə qədər, yəni deyim, Kəsmə daxil yüksəklik zəmiyyətdən nədir? iki qonşu horizontal arasında qalan məsafə. Mütləq hündürlük hansı cihazla ölçülür? Barometr. Barometrlə başqa nə ölçülür? Təzyiq. ISO, atmosfer təzyiqi. Kəsmə yüksəklik tapma qaydası necə idi? Kəsmə yüksəkliyin tapılması. Hı -hı. Qonşu məsələn, dağ verilib, biri 700-dür, biri ondan sonraki gələn 600-dür. Onları çıxırdıq. Kəsmə yüksəkliyi 100 Çıxıb nəyə bölürdük? sayına. Nəyin sayını? Araların sayını, boşluqların aralarının sayına. Boşluqların sayını. İndi orada sən 600-700 bir paralel getdin. Bir çevrə Bəli. horizontal getdin. Orada bir neçə ola bilər arada fərq. Paralelin dərəcə ölçüsü hansı dərəcə arasında dəyişir? 0,90. 20 dərəcəlik paralel çevrəsində bir dərəcəlik qövsün uzunluğu. 20 dərəcədə 104,6. Aferin sana. Bəs yaxşı, meridianların dərəcə ölçüsü hansı dərəcə arasında dəyişir? 0,180. 0-180 arasında dəyişir. Cəmi neçə meridianımız var bir dərəcədən bir? 1 dərəcədən 1, 180 dənə. Cəmi 180-dır. 360. 360-dır bə. Sonra Bakının coğrafi koordinatı. 40 dərəcə şimal elliyi, 50 dərəcə şərq uzunu. Bakı yerləşir hansı yarımkürədə? Şimal. Yalnız şimaldır. Həm də şərq. Yadda qalsın, heç bir coğrafi obyekt bir yarımkürədə yerləşmir ha. Ən azı 2 yarımkürədir. Ən yuxarıda 4 yarımkürə. 2, 3, 4 yarımkürə görə bilərik. Cənubi Amerika materiki neçə yarımkürədə yerləşirdi? Cənubi Amerika 3. 3. Səbəb? Çünki orada ekvator kəsdiyi hissədən ekvatordan yuxarıda ərazisi qalır. Sağ ol. Ekvator çevrəsinin uzunluğu? Ekvator çevrəsinin uzunluğu 40.076. 40-76. Bəs ekvatorun radiusu nə qədərdir? 6378. Bəs yer kürəsinin qütbdən basıqlığı? 21 kilometr. Böyük miqyaslı qlobus? Böyük miqyaslı 30 milyon. Kiçik miqyaslı? 83 milyon. 83 milyon. Qütbüsü və marşrutlu plan almanın fərqi nədir? Qütbüslu, orada göz yarı fərqləri var da. Yox, qütbüsü və Biri marşrutlu planı almaq formasında fərqi var. marşrut üsulunda bir neçə obyekt götürülə bilər, amma qütb üsulunda bir obyekt olur Bir mərkəzdə. ərazidən baxıb götürürük, marşrut amma gəzib götürürdük, bəli. Sonra nisbi hündürlük hansı cihazla ölçülürdü? Alətlə. Verir. Nivellə ölçüldü. Səth tutan axım istiqamətini müəyyən edir. B-x'lik 315 dərəcəlik azimut hansı istiqamətdir? 315 şimal 315 şimal-qərb. Şimal-qərb. 315-in əksi 315-in əksi 135. hansı istiqamətdir 135? 135 cənub-şərq. Haysa. Bulaq, tək ağac, tək yol, su quyusu, məscid, kilsə, məktəb, elektrik stansiyası, körpü, Miqyassız. miqyaslı şərti işarələridir. Aferin sənə.
Sonra əgər miqyas məsələsində sahə verilərsə nə edirdik? Miqyası kvadrata yüksəldirik də orada. Aysa Sıfırı miqyası artırırıq. kvadrata yüksəldirdik. Bəli. Hindistana gedən dəniz yolunu kəşf etdi. Hindistana gedən dəniz yolunu Vasco da Gama. Paletkanın bir daması neçə santimetrə bərabərdir? Mesela santimetr 0,25 Santimetr kvadratı. Bəli. kvadrat. Miqyasına görə xəritələr neçə yerə ayrılır? Miqyasına görə 3. Hansılardır? Böyük, orta, kiçik. Böyük, orta, kiçik. 1 bölünsün 200 mindən 1 milyona qədər hansı miqyasdır? Orta. Orta miqyasdır. Məzmununa görə xəritələr neçə yerə ayrılır? Məzmununa görə xəritələr 2 də ümumi coğrafi tematik Bir də var idi. kompleks. Kompleks. Kompleks xəritələr. Ay, sağ ol. Kompleks xəritələr nədir? Necə olur? Orada bir ərazi verilir də 2. İki komponent birləşib kompleks yaradırdı. Plan, xəritə, qlobus hansında təhrif yoxdur? plan, xəritə, qlobus tərif yoxdur. Planda. Bir də qlobusda. Bir də qlobusda belə xəritə və təhrif var. Xəritdə hansı təhrifləri tanıyırsan? Xəritədə bərabər bucaqlı, Təhrif, proyeksiya demirəm, təhrifin adları. forma, uzunluq, sahə, Bir də bir də uzaq bucaq. təhrifi var idi, bəli. Merkatorun proyeksiyasına oxşayan, Merkatorun xəritəsinə oxşayan proyeksiya hansı idi? Daha sonra onu tərtib edir proyeksiya. Hansı idi? Bərabər bucaqlı. Bərabər uzaqlıqda hansı təhrif sıfıra yaxınlaşırdı? Bərabər bucaq. Ekvatora yaxın ərazilər idi də. Xeyr. Hansı Yox. təhrifin adı sıfıra endirilirdi? Hansı təhrif adı keçir burada? Konform idi də. Bucaq təhrifi sıfıra yaxınlaşdırılırdı. Bəli. Ekvator ərazilərin xəritəsini hansı proyeksiya ilə tərtib edərik? Silindrik. Silindrik. Bəs mülayim və qütbə tərəf ərazilər? Konus. 80 dərəcəlik paralel üzərində bir dərəcəlik qövsümüzün uzunluğu 80 dərəcədə 38,2. 38,2 70-dədir. 19,4 80-dadır. Sonra ən uzun meridianımız Meridianlar bərabər idi. meridianlar bərabər idi. Bəli. Meridian çevrəsinin uzunluğu nə qədər idi? 40.009. Bəs sonra qütbün radiusu nə qədər idi? Qütbün radiusu 6357. 6300. Dünyanın ən düz zirvəsi haradır? Ee, Everest. Somolokma. Azərbaycanın paytaxtı haradır? Bakı. Bakı. Vulkan nədir səncə? Vulkan yer qabığının altından, yəni orada Hə? qaynayıb çıxan alov kütləsi deyək də belə maye Yəni şəklində. pis deyil də yəni. O da bir cavabdır. İndi var da inşallah keçəcək. Qəşəng, çox xoşum gəldi. Ha. Aferin sənə. Sənə bir yekə belə yekə qarınlı, saçı tökülmüş kalsuku bir dənə 5 verirəm.